Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Bizim bugünkü mövzumuz Azərbaycan dili 1-ci hissədən, yəni 1-ci sinif 1-ci hissədən ümumiləşdirici tapşırıqlardır. Sözləri oxuyun, hansı fəslə aid olduğunu deyin. Gəlin baxaq. Yanğına aiddir respirator. Yolda təhlükəyə aiddir zəlzələ. Daha doğrusu yolda təhlükəyə aiddir işıqfor. Evdə təhlükəyə aiddir kəsici alət, xilasedicilərə aiddir zəlzələ. Deməli, yanğına aid oldu nə? Respirator. Yolda təhlükəyə aid oldu işıqfor. Evdə təhlükəyə aid oldu kəsici alət, xilasedicilərə aid oldu zəlzələ. B-yə baxırıq. Hər sırada növünə görə fərqli olan cümləni seçin. A-ya baxırıq. Qızı kim xilas etdi? Xilasedici kimdir? Mən xilasedici jilet geyindim. Gəlin baxaq. Uşaqlar, A birinci ilə ikincidə qızı kim xilas etdi? Xilasedici. Xilasedici kimdir? Məsələn, Tural Həsənov tutaq ki. Burada cavab tapmaq olur. Amma mən xilasedici jilet geyindim. Artıq burada mövzu fərqlidir. Başa düşürsünüz? Yəni burada artıq sual verilmir. Yəni burada artıq bir hadisədən danışılır. Deməli, birincidə A-da sarı rəngli fərqlidir. B-yə baxırıq. İşıqforun 3 rəngi var, bəli. Burada piyada zolağı var. Bu da uyğundur. Qolçaq nə üçün istifadə olunur? Birinci ilə ikinci heç əlaqəsi olmayan cümlədir və yenə burada sual verilir. Deməli, B-də də fərqli olan sarı rənglidir. Çünki sual verilir, digərlərində sual verilmir. C-yə baxırıq. Yerüstü keçid hardadır? Balta itidir, çay dərindir. Burada B və C, yəni ikinci və üçüncü eynidir. Bu dəfə birinci fərqlidir. Yəni qırmızı narıncı rəngdə olan söz var, ifadə. Yerüstü keçid hardadır? Bu digərlərindən fərqlidir, çünki həm də sual verilmiş olur. Üçüncü sual, C variantı. Mətndə buraxılmış səhvləri tapın. Mən təhlükə ilə bağlı qaydaları bilirəm. Bu qaydaları dostlarıma da öyrədirəm. Bəs siz hansı qaydaları bilirsiniz? Birinci cümləyə başlayarkən böyük hərflə başlamaq lazımdır. Yəni, mən təhlükə ilə bağlı qaydaları bilirəm. Sonda da nöqtə qoymalıdır. Aha. Deməli, birinci mən böyük hərflə başlayacaq, sonda isə bilirəmdən sonra nöqtə qoyulacaq. Bu qaydaları dostlarıma da öyrədirəm. Aha, bu düzdür. Nöqtə qoyuldusa uşaqlar, növbəti bəs sözü nə olacaq? Böyük hərflə yazılacaq. Bəs siz hansı qaydaları bilirsiniz? Sonda isə nöqtə yox, sual işarəsi olacaq. Çünki bəs sual ədatıdır. Sonuncu isə yarıcı iş isə sizin ev və məktəbdə eləyə biləcəyiniz bir işlə bağlıdır. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bir şey başa düşmüş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.